Adam təzə-təzə başlayır dünyadan ləzzət almağa, dişin tökülməyə başlayır. Hələ təzə mən öyrənmişəm, nə xeyrimədir, nə ziyanımadır, artıq yiyə də bilmirəm. Elə təzə-təzə alışırsan dünyaya hələ, öyrəşirsən, dillər getmək vaxtıdır. Sən deyirsən, 70 yaşda kişidir, 80 yaşda kişidir. Darıxma, bir 20 il geçsin, darıq. Mən də belə baxırdım, mənim 45 yaşım olacaq, 45 yaşda kişi deyirdim, yaşlı adamdır. Amma mən indi özümü uşaq hesab edirəm, burada oturan. Uşaq elə dünənin uşağıyam mən də. Hamı elə elədir. Nispi məsələlərdir bu illərin keçməyi falan. Sən deyirsən qoca kişidir. Qoca kişi anlayışı yox imiş ümumiyyətlə. Adi qaydalardır, adi. Ani olaraq dəyişir, elə bil statusun yavaş-yavaş dəyişir. Yəni bu illər çox şərtidir, çox nisbi məsələlərdir. Dünya budur.